Allah Teala deyir ki, öz yaradılışını unudaraq bizə bir dənə misal çəkdi. وَقَالَ مَنْ يُحْيِ الْعِظَامَ وَهِيَ رَمِيمٌ. Dedi ki, çürümüş sümükləri kim dirildəcək? Allah Teala gör nə deyir? De ki, onları ilk dəfə yaradan Allah dirildəcək. Və o hər bir məxluqatına yaxşı bələddir. 10 gün, 5 gün, 1 ay əvvələ qaytarsan, nələr eləmisən, onlardan bəzi mühüm anlar yadva gələr. Lakin Allah Teala heç şey nəzərdən qaçırmır. Və səni yaradan Allah Teala'nın qarşısına çıxacaqsan, Allah Teala sənə suallar verəcək. Sən dünyada nələr etmirsən, Allah Teala sənə xəbərdardır. Gətirdiyin bahanələri də Allah Teala bilir. Sən sağlamsan, yoxsa xəstə, kasıbsan, yoxsa varlı, bacarırsan, yoxsa bacarmırsan, Allah Teala biləndir. Özünü aldadırsan, nəfsini aldadırsan, aləmlərin Rəbbi olan Allahı nə ikən sən, bütün məxluqat bir yerə yığışsa, aldada bilməz.